Hər kəsə salam. Bugün uşaqlar makyaj malzəmələrimi Şəhriyarə göstərəcəm və Şəhriyar onların nə üçün olduğunu və adını təxmin eləməlidir. Başlayaq Şəhriyar. Başlayaq. İlk öncə bu nə üçündür? Üzü yumaydı. Yox. Yaşlıyıq. Bu konsiler tonalinə vurmaq üçündür. Sponge. Konsiler tonal. Yaxşı. Bəs səncə bu nə üçündür? Vazelin dodaq. Yox, səhvdir. Qaş üçündür. Yaxşı, bu nə üçündür? Kiprik namlandırıcı. Yox, bu da qaş sabitləyicidir. Mən qaşıma nələr gedir? Bu kaşlar kolay... Neyse. Bu nə üçündür Şəhriyar? Nədir bu? İnteresin. Mən nə bilim bunlar nədir? Nə ağardıcı. Yox bir. Nə deyə heç nə bilmirsən? Ölüm saçı. Elə bir şey neçə il işlətmişəm, yadımdan çıxır. Sən hardan Bu bilirsən? nə üçündür? Duş. Duş altında çimirəm. Tuş, maskara. Ha, maskara. Neyse, yoxa nəhlət. Bu nə üçündür? Qurban olam, mənim kitab deyir. Maraqlı deyilsiz. Qadınlar necə cəlb edilə belə şeylər. Ha Rumyana. Yox, Cümyana bu deyil. Rumyana, yanağı. Yox, bu şeydir, bronzerdir. Bronzer. Yaxşı. Amma öz adımı gücünə yadda saxlayacağım. Nə bilim bronzer. Bu nədir? Şotka. Fırça. Nə üçündür də yəni? Yanaq üçün. Yəni. Yaxşı, bəs bu nədir? Zər. Zər. İki dənəsi. Bunu görmüşəm bir iki. Hələ iki dənəsini düz tapmışsan. Yaxşı, bəs bu nədir? Konsender. Konsender. Yox. Bəylə dediyində. Yox. Hotmata. Hotmatal. Markanı. Hot mama. Hot mama markanın adıdır. Bu nədir? Nə üçün istifadə olunur? Bayaqçı kimi də. Kopya çəkməyə çalışırkən mən... Kopya çalışırsan mən. Nədir bu? Nə üçün istifadə? Bilmədim. Böyle yanaq. Hə, o düz tapdın. Üzümdə bu pəmbişlik var ha, onu bundan eləmişəm. Əgər sən özün pəmbişdir. Elə yanaqların pəmbişdir. Gözümün altını ağardandan sonra üzüm ağarır. Altdakı pəmbəlik itir, məcburən təzədən üstdən pəmbəlik verirsən. Bu nədir? Bu göz qabağındadır. Nə? Pomada. Tamam. Bu nədir? Karandaş. Nə karandaşı? Göz, qaş, dodaq. Ha. Göz. Yaxşı, bu nədir? Bu qırılıb. Bunu işlətmirəm, bunun başqa şey üçün. Sən bilmirsənsə, mən hardan bilim bu nədir? Liner. Liner. Yaxşı, sonlara çatırıq. Bu nədir? Krem. Nə kremi? Nəmləndirici. Haranı? Yanaqları. Yox. Əli. Yox. Burun deşikləri. Mən nə bilim nədir? Nə oldu? Nədir? Dinən cəmaat maraqlı. Göz altı. Gözün altında kremin nə işi var? Gözün altında krem vururlar. Haydi ya. Niye? Dayan. Gözlə. Bitiyor. Bu nədir? Nə bilim, bu qaynama. Bunlar qalınlığındadır. Nə ola bilər? Pomada. Dodaq karandaşı. Və bu nədir? Nədir? Nədir?
Rumiyan şey de o renklendirici. Renklendirici. Bir şeyden 3 tane almışam ona göre. Şap bitti bu kadar. Onun içinde kalanlarını da yiyorsak da ne var onun içinde? Ne var ki? Ne yoktu ki? Ne var ki? Bakın ölüm çıksın. Ne gözü. Bu nedir? O burun, bu mən gizli iksirimdir. Nedir ki o? Burundakı qaranlıq nöqtələri aparır. Ha, iksir var orada işte. Ehtiyacım var ki. Yuh astagfirullah. Bu nedir? Bu da nəmləndiricidir. Ha. Kurban valla. Bunun ne vardı istifade? Bu nedir? Zaret kullan. Bu heç bir müraciət yoxdur. Bu nedir? Bu səhvən düşüb bura. Hala bakalım bunlar nedir? Yani bu da kamera arkasının iç yüzü. Nə adiyyət var? Hamı makyaj sumkası belə olur. Ha, hiçbir şey. Tək mən deyiləm. Sahamın adından danışma. Sırğamın bir tay burada da bir tay itirmişəm. Bu mənim makyaj sumkamı eşmək videosu oldu. Nəysə. Neçə ildir qabağında makyaj edirəm, bir şey bildiyin yoxdur. Ben ne bileyim sen kurban valla. Evle şey sürsünüz ve manda bile ki nedir? Mən? Ha. Mən? Mənim bu sumkamdan tanani çıxmadı. Çox şey çıxmadı. Nədir məndə? Ənlikdir, bronzerdir, tuşdum, bir də konsillerdir. Başqa heç şey yoxdur. Bir də qaş sabitləyici. Ne ettim dediğin işlerdirəm bakın. Ayda ildə bir dəfə makyaj edirəm. Prosta almışam ki, qalsın da, yəni lazım ola bilər. Nəysə, uşaqlar. Əgər növbəti videoda Şəhriyarə makyaj eləməyimi istəyirsinizsə, Ben niye makyaj kommentlərdə bol-bol makyaj videosu gəlsin yazın. Növbəti videoda Şəhriyarın bu sifətini Ben bazı Allah güzel yaratıp kurban. Mən sən makyaj Ben edəcəm. makyaj eğitim.